Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün Zayed İnsan Qardaşlığı mükafatının qalibləri sırasında yer alıb. Bu mükafat Azərbaycanın təkcə qalib dövlət deyil, eyni zamanda sülh qurucusu kimi qəbul edildiyini təsdiqləyir. Dünyada sülhə, qarşılıqlı anlayışa və dinc birgə yaşayışa töhfə verən liderlərə təqdim olunan bu nüfuzlu mükafata Prezident İlham Əliyevin layiq görülməsi Azərbaycanın regional və qlobal miqyasda sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir. Sülh prosesində mühüm mərhələlərdən biri də 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüş oldu ki, bu görüş Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tam və şərtsiz tanınması ilə yadda qaldı. Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunması da düşünürəm ki, Azərbaycanın uğurlarına verilən qiymətdir. Dövlət başçımızın humanist siyasətinin, ədalətli yürüdülən siyasətin bir dəyərləndirilməsidir və hesab edirəm ki, bu ədalətli yanaşmadır. Çünki 8 avqust Vaşinqton görüşündən sonra bölgədə tamamilə yeni bir reallıq yaranıb, revanşist niyyətlərə, istəklərə bir dəfəlik son qoyulub və bu çirkin, eləcə də bölgədə dağıdıcı siyasətin üstündən bir dəfəlik xətt çəkilib. Tarix göstərir ki, hərbi qələbə qazanmaq mümkün olsa da onu uzun müddətli sülhə çevirmək nadir siyasi məharət tələb edir. Azərbaycan 44 günlük vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri nəticəsində beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Lakin bununla kifayətlənməyərək regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırdı. Zəfərdən sonra həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işləri, böyük qayıdış proqramı hərbi qələbənin mülki inkişaf və sosial rifaha çevrilməsinin real nümunəsidir. Azərbaycan qalib dövlət olaraq revanşizm deyil, sülh və əməkdaşlıq yolunu seçdi. Əlbəttə ki, bu təsadüfi deyil, gözlənilməz hadisə deyil. Əgər bir mövzuda sülh və təhlükəsizlik anlayışları mövcuddursa, o istiqamətdə mütləq şəkildə yada düşən adlardan biri məhz Azərbaycan dövlətidir, Azərbaycan lideridir. Çünki məhz Azərbaycan və onun liderinin uğurlu peşəkar diplomatiyası sayəsində uzun illər barıt çəlləyi statusu qazandırılmağa çalışılan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik bərqərar olunmuşdur. Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı mükafatına layiq görülməsi Azərbaycanın tətbiq etdiyi münaqişə həlli modelinə verilən yüksək beynəlxalq qiymətdir. Bu model hərbi güclə beynəlxalq hüququn uzlaşdırılması, işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını və regional əməkdaşlığa əsaslanan sülh siyasətini özündə birləşdirir. Bugün Azərbaycan yalnız enerji və logistika mərkəzi deyil, eyni zamanda regionda sabitliyin və təhlükəsizliyin əsas dayağı kimi çıxış edir. Qazanılan bu nüfuz göstərir ki, Azərbaycan hərbi qələbəni ədalətli sülhə çevirə bilən nadir dövlətlərdəndir. Fidan Səfər, Spice xəbər.